Spalinler var. Dayı demirlər ki, Mətanət İskəndərli bugün dairəsi ilə eyni otaqda yatır. Nəvəsi Mətanət dairəsi ilə bir yerdə yatır. Yəni, bunu kim ölsüz inanmazsınız. Xorulsundan Yəni, səhərə qədər yatar. xorulsundan da yatarsınız. Səhərə qədər Yəni, bunu mən kim yatar. etsəm inanmazdım. Allaha and olsun. Başa düşürsünüz. Hərdən özüm üçün oturub ağlayıram. Zeynep Hanım. Başa düşürsünüz də, bütün gün toylarda olan, cəmaata xeyir dua verən, qanad açıb oynayan adam axşam gəlir evə ki, bir dənə geçsin öz yatağında sakitcə bir yatsın. Həmişə deyirdim ki öz-özümə, bir dənə sevdiyim yer, üzr istəyirəm hamıdan, yəni ki, mənim o yataq otağımdır da, ki, deyirəm, ay, bir gəlim, bir dincəlim də, dincəlim və yaxud xoş deyirdim ki, toydan gəlim, oturum biraz film seyr eləyim və yataq otağında bir dincəlim. Ən sevdiyim yer. İndi ondan da məhrum olmuşam. Nəvələrim saat 4-ə qədər yatmırlar Fatimə. Məni oturub gözləyirlər, yatmırlar. Təsəvvür elə bunlar, axı onların çox narahatam onlardan ötəri. Deyirəm, axı bunların o təhsilinə də zərərdir axı. 3-əcən, 4-əcən bu uşaq, inanırsınız, elə olur ki, elə günlərim olub ki mənim. Bax, Tolik, gecə saat 12-əcən evə küçələrdə gəzmişəm, o evə gedirəm, bu evə deyirəm, nəqqasına zəng vuram ki, yatdı, yatsın sonra gəlim də, çünki məni görürlər, yatmırlar. Təsəvvür elə, uşaq ən azı saat 11-də, ən gecə 11-də yatmalıdır da, 10-da yatmırsan. 11-də yatmalı, səhər tezdən bu dərsə gedir axı. İnansın, evə gəlmirəm ki, bunlar yatsınlar. Dəxli yox, Tolik, təsəvvür elə ki, 12-də gəlirəm evə ki, bunlar, məsələn, həmişə toyda olmuruq axı, toyda olmayan günləri saat 12-də gəlirəm evə ki, bayırda gəzirəm ki, tək ki, bunlar yatsınlar, sonra mən evə gəlim. Amma yenə də elə bir iyi bilirlər, qapı açılan kimi görəm, üçü də gəldi.